Bu da sizin orqanınızdır da, yəni. Çox gedişmiş mərhələlərdə, bir də xəstənin də yaşı çox olarsa, biz vaginal histerektomiya edirik, uşaqlığı altdan götürürük. Onsuz da uşaqlıq müəyyən yaşdan sonra pasientlərə gərək yoxdur. Həkim də bunu götürün, bəli, uşaqlıq sallanmış uşaqlıq altdan götürülür. Uşaqlıq götürülsə belə, bəzən sallanmış uşaqlığı gedirlər götürürlər. Abdominal, qarından götürürlər. Yenə götürsünlər, o vaginal kafı asmaq lazımdır. Mütləq o yenə sallanacaq. Uşaqlığı götürürlər, bundan iş qurtarmıraq. Orada yenə əzələ defekti var, o vaginal kaf dediyimiz güdül var. O güdül yenə silik hissəsinə bərabər sallanacaq. Ona görə uşaqlıq fərqi yoxdur. Ya altdan götürürsə belə o uc hissəsi güdülü oradan mütləq asılmalıdır. Uşaqlıq altdan da götürürsə, üstdən də götürürsə, mütləq o uc hissə asılmalıdır. Ümumiyyətcə, sallanmayan pasientlərdə belə biz histerektomiya əməliyyatımızı etdiyimiz zaman mütləq vaginal kafı asırıq ki, sallanmaz. İləri zamanda bu pasiyentin tutaq ki, 45 yaşı var, uşaqlığı götürüldü müəyyən səbəblərdən. Səhər ola bilərsə, sallanma riski var. Bu kafı mütləq asmaq lazımdır ki, ona görə adi histerektomiya əməliyyatı bəsit bir əməliyyat kimi gedirlər, bəzən cərrahi əməliyyat olurlar başqa bir yerdə. Bu cərrah axı görmür mü sallanmanı? Bu vaginadan çox xəbəri yoxdur, bilmir. Normal uşaqlığı götürür, sonra da sallanma ilə təddən qayıdırlar bizə.